Həzrət Fatimənin, yəni İmam Əlinin anası o xanımın fəzilətinə dəlil olan amillərdən də biri, əziz möminlər, Peyğəmbərə analıq eləməsidir. Peyğəmbər salavatıllaha analıq eləməsidir. Bu çox mühüm bir məsələdir. Peyğəmbərə daş vurulan anda o Peyğəmbərimizi himayə eləyib. Peyğəmbər salavatullahın 8 yaşından Fatimə binti Əsəd onu öz himayəsinə götürüb. Peyğəmbərin sözünə baxın onun haqqında. Elə belə söz deyil. Peyğəmbər görün nə buyurur İmam Əlinin anasının haqqında. Peyğəmbər salavatullaha ki xəbər gəldi Fatimə vəfat elədi. Peyğəmbər salavatullah ağlayır və belə buyurur: "Bugün mənim anam vəfat eləmişdi." Peyğəmbər görün kimə ana deyir. Anam qədər mənim üzərimdə onun haqqı var. Peyğəmbərin anası 6 yaşdan bilirsiniz də vəfat eləyib. Kədərli bir yerdir. Onun övladları ac qala-qala məni doyuzdurur. Fatimənin haqqında Peyğəmbərimizin buyurduğu kəlamdır bu. Deyir, öz övladlarını ac qoyurdu, bitkə yemək var. O yeməyi mənə yedizdirirdi. Belə bir şəxsin fəzilətinə bütün aləm heyrandır. Dediyimiz kimi, əsas fəzilətlərindən biri də İmam Əlini məhz Kəbə evində dünyaya gətirməsidir. Digər bir fəziləti Peyğəmbər salavatullah onu öz paltarına büküb. Öz əbasına büküb. Əbasına bükdü, əvvəlcə qəbrə daxil oldu Peyğəmbərimizin özü. Uzandı Fatimənin qəbrinə, dua elədi, qəbir sıxıntısı olmasın deyə və digər məsələlər üçün. Peyğəmbər salavatullah qalxanda dedi ki, Cəbrail nazil olub, buyurdu ki, ya Rəsulallah, ondan narahat olmayasan, Allah xəbər verdi ki, Fatimə binti Əsəd cənnətə daxil oldu. Bu da o xanımın ən böyük fəzilətlərindən biridir. Bütün bunların hamısı onu göstərir ki, əziz möminlər, İmam Əli əleyhissalam belə bir bətindən çıxmış, belə bir sülbdən dünyaya gəlmiş, bəşəriyyət tarixinin yeganə şəxsidir. Təəssüflər olsun ki, nə qədər onun əleyhinə böhtanlar var, amma bu böhtanların heç biri ayaq tutub yeriyə bilmədi. Kifayət qədər bu və digər dəlillər onu göstərir ki, müttəqilərin imamı özü də, valideynləri də pakdan pak bir şəxsiyyət, Peyğəmbər əleyhissalamın canı Allah tərəfindən mütəhhər qılınmış bir şəxsdir.